İlk öncə hər birinizə salam. Bugünkü qaydamız, izahımız so və saç qaydasının izahıdır. Çünki daha çox abituriyentlər tərəfindən qarışdırılan mövzulardan biridir. Gəlin baxaq birinci sonun işlənmə qaydalarına. Bildiyimiz kimi sodan sonra sifət və zərf gəlməlidir. Yəni sodan sonra birbaşa isim gəlməz. Məsələn, baxırıq bura so pretty. Sodan sonra pretty sifətini, gözəl, qəşəng sifətini istifadə etdik. İkinci yazdığımızda sodan sonra quickly, cəld zərfini istifadə elədik. Baxın, bura yazmışam. Sodan sonra birbaşa isim nə etməz? Gəlməz. Yəni sodan sonra isim olmaz. Məsələn, so boy və ya da ki burada e artiklını yazada bilər və ya da ki so nice girl, məsələn so a nice girl məsələn də belə də verə bilər və ya da ki girls cəmdə verə bilər. Burada boyu da cəmdə verə bilər. Ümumiyyətcə sodan sonra birbaşa isim gəlməz. Bəs sodan sonra isim gələ bilərmi? Bəli, istisna qaydamız var. Sodan sonra isim gələ bilər. Nə vaxt? Əgər ki, sodan sonra many, much, few və little quantifiersləri işlənərsə, biz sodan sonra isim istifadə edə bilərik. Məsələn, deyirəm ki, so many cars. Baxın, burada so many cars da, indi deyə bilərsiniz ki, so burada cars'a mı aiddir, yoxsa many-yə mi aiddir? Təbii ki, burada so many-yə aiddir. Biz quantifiers bölməsindən artıq bilirik ki, so-dur, to-dur və very-dir. Bu sözlər özündən sonra many, much, few və little quantifierslərini tələb edə bilər. Yəni, 3 nöqtədən əvvəl biz so-dur, very-dir, to-dur bunları gördük. Deməli, həmin yerə mümkün cavablar many, much, few və little ola bilər. Buradakı qaydalarda da yenə o formada hamısı bir-birindən işlənir. Yəni, sodan sonra isim gəlməsi burada much-a görədir, burada few-ya görə, burada isə a little-a görədir. Bu so qaydamız. Bəs saç qaydamız necədir? Saç necə işlənir isimlə? Yadınızda saxlayın. Saç özündən sonra 100% isim tələb edir. Baxın, burada yazmışam 100%. Məsələn, yazmışam saç a boy. Burada boy sözü sayıla bilən təkdir deyə qarşısında en artiklı işlənməlidir. Burada saç boys. Baxın, boys cəmdir deyə qarşısında e və yaxud da ki, en artiklını istifadə etməmişəm. Bu şeyinə diqqət edin. Saçın e və en artiklından işlənməsinə. Bundan başqa, saç isimlə, yəni saçın arasında sifət təyin edicisi girə bilər. Məsələn, saç a nice girl. Baxın, bu e artiklı girl isminin artiklıdır. Çünki girl sayıla bilən tək isimdir və sayıla bilən tək isimin qabağında biz bildik ki, həmçinin nə yazılmalıdır? E və en artiklı yazılmalıdır. İkincisində artıq girl sözünü cəmləmişəm. Biz də bilirik ki, cəm ismin qarşısında artikl işlənməz. Ona görə bu da doğrudur. İndi baxırıq bura. Yadınızda saxlayın, heç vaxt artikel saçdan əvvələ keçə bilməz. Heç vaxt siz saç boy deyə bilməzsiniz. Bunun doğru versiyası saç boy olmalıdır. Yəni e artiklı burada deyil, baxın bu hissədə olmalıdır. Və ya da ki en artiklı burada olmalı deyil. En artiklı saçla umbrellanın ortasında olmalıdır. Yəni isimin qarşısında olmalıdır artikl. Bundan başqa, yadınızda saxlayın, sizə testlərdə bu formalara diqqət edin həmişə. Yəni ki, sayıla bilən isimlə artiklın işlənməsinə. Baxın, buradakı bu artikl hanı? Saç big toy olmalıdır. Niyə? Çünki toy sözü bilirik ki, sayıla bilən təkdir və sayıla bilən təkin qabağında 100% e və yaxud da ki, en artiklı işlənməlidir. Bəs burada hanı bunun artiklı? Ona görə bu səhvdir. Bundan başqa, məsələn, such a big toys vermişik burada. Baxın, toys cəmdədir, eləmi? Bəs bunun qabağında niyə artikl işlənir? İşlənməli deyil. Çünki cəm ismin qabağında artikl işlənməz. Bundan başqa uşaqlar sizə bu formada da verə bilər. Məsələn, deyə bilər ki, such, məsələn, məsələn, interesting, məsələn, news verə bilər. Burada sizi çaşdıra bilərlər. Niyə? Biz bilirik ki, news sözü nədir? Sayıla bilməyən isimdir. Və sayıla bilməyən isimin qabağında artikl işlənərmi? Xeyr. Yadınızda saxlayın, saçdan sonra işlənən artikl ən axırıncı isimlə uzlaşır. Yəni sonuncu isimlə uzlaşır. Bizim də zaten burada bir ismimiz vardı və buradakı sonuncu ismimiz sayıla bilməyəndir deyə qarşısında e və yaxud da ki, en artiklı istifadə oluna bilməz. Yəni bu hissələrinə diqqət edərsiniz. Bundan başqa uşaqlar, siz bayaqların burada demişdim ki, sodan sonra nə gələ bilər? Little gələ bilər, eləmi? Bu qaydaya amma siz diqqət eləməlisiniz. Niyə? Baxın, yazmışam bu hissədəki qarışdırmamağınız üçün. Baxın, sodan sonra sizə bu formada bir birləşmə verə bilər. Biz birincisi bilirik ki, sodan sonra e artiklı gəlməz, yəni little formasında gələ bilər. E little gəlməz. Bu birinci səhv. İkincidə, baxın, burada da yenə e artiklı gəlibdir, bu da bir səhvdir.
İndi əgər ki burada tutaq ki A artiklını verməsin bizə, sadəcə olaraq so little boy versin. Biz də bilirik ki, so'dan sonra little gələrsə özündən sonra isim gələ bilər. Amma bu yenə səhvdir bu quruluş. Niyə səhvdir orasını deyim. Çünki biz bilirik ki, little zaten quantifiers belə deyim də, olarsa özündən sonra isim istəyə bilər. Amma buradakı little az mənasında deyil, balaca mənasındadır. Nədən bilirəm balaca mənasında olduğunu? Çünki özündən sonra boy sayıla bilən tək isim veribdir. Little bilirik ki, quantifiers kimi özündən sonra sayıla bilməyən isim istəyir. Əgər özündən sonra sayıla bilən isim veribsə, deməli o nədir? Balaca mənasındadır, sifətdir. Və biz də bilirik ki, so'dan sonra isim gələrsə, yalnız və yalnız little quantifiers mənasında olmalıdır. Yəni, baxın buradakı kimi. Deyirəm ki, so little wine. Nədən bildim burada little'ın az mənasında olduğunu? Çünki özündən sonra sayıla bilməyən isim verdi. Buradakı boy isə sayıla bilən isim idi. Ona görə little o da balaca mənasındadır. Baxın, buradakı formada da özündən sonra sayıla bilən cəm isim veribdirsə, deməli little yenə balaca mənasındadır. Deməli, buradan belə bir qənaətə gəlirik ki, little'ın balaca mənasında və yaxud da ki, az mənasında olduğunu ən asan tapmağın qaydası özündən sonra gələn ismə baxırsınız. Əgər ki, so little belə deyim birləşməsində özündən sonra gələn isim sayıla bilməyəndirsə, deməli little orada az mənasındadır və quantifiersdir. Yox, əgər ki so'dan sonra belə deyim little gəlibsə və little'dan sonraki ismin sayıla bilən tək və yaxud da ki sayıla bilən cəmdirsə, deməli orada little nədir? Balaca mənasındadır.